açırıq. Qurudulmuş dondurma. Və həmin arada da təzə bir vlogumuz gəlir. Yəni bu vlogu vəziyyətdə telefonu biraz yuxarıdan tutun. Salamlar. Zeynəbə baxmayın, arxasını çönüb deyir, qulaqlarım düşür. Sifəti çox qəşəngdir balamın. Yeni günə başladık. Bakayım. Yoji bax. Gör nə gözəldir. Gör nə gözəl. Səhər-səhər durub, giyinib, hazırlaşıb, sumkasını yığdım. Kurtkalarımızı gətirib baxım belə düşüb. Sumkasını yığdım mən. Sumkasını yığdım demirəm. Suyunu yığdım. Yığılırlar. Buna. Çok pis değil. Yorumları yazın. Yorumları yazın ki çok qəşəngdir. Sizcə Zeynəbə yaraşmıyor? Kim divara girəcək? Deməli qızlar, ağ paltarları yuyacağım deyə dəsmalları falan atmışam. Gün hardan çıxdı? Neysə, yağmur yanındadır. İndi keçirəm yağmurun ağ pastellərini çıxardım ki, ağlar azdır, biraz yəni yüngülləşdirib yerinə taraz qoymalıyam da. Mən paltar yuyarkən, yəni çəksinə mütləq şəkildə riayət edirəm. Çünki əgər mən çəksinə baxmasam, baraban başlayacaq yerindən oynamağa və ata-ata qabağa gələcək. Ona görə biz bunları sökürük. Bu işte eta. Yani ki demeye çalışır ki uyancın. Demişəm, belini düz tutmasa, Ama bunun onun üçün için de söküləcək. birisi Hər dəfə deyirəm, qoy kayıtlara düşsün. Hər nəysə. Yorğan sökülən yeri hala açılır. Yandan ne gidiyorsan bu? Tapdım. Zeynep yorğanı axşam necə fırladırsa, yorğan içində yumrulanır. Hər əlləşirəm, açabiliyor. Neyle baxırsa? Güzel bakın. Sözle fark ederim. Ne bileyim. Şey gibi. Merak etmiş gibi. Neyle de? İşte. Aparan zariyet gördüm. Yok aynı olsun bu hayatta takmıyor. Bak hiç kurtarmadı mektepte. Bu da bunun için bizdə. Ev yaxşıdır. Deməli, mən mütləq şəkildə bu yorğanın çıxan hissəsini bağlayıram. Amma deyəsən zamağını xarab elədim. Ev yox. Əgər zamağ xarabdırsa və yaxud da bağlanan yeri yox, bəzi padediyaniklərdə olmur. Bu formada belə düyünləyib atıram maşına ki içinə heç nə dolmasın bundan. Bunun zamağını indi çıxardanda xarab elədim. İndi yum eləyim, təmizləyim. Ondan sonra onun zamağını düzəldəcəm. Mən hələ ilk belə qatdalayım. Zeynəbin madalaskası. Əslində təmizdir bir dəfə geyini. Çünki deyirlər gələn həftədən havalar dəyişəcək. Ona görə bunu yumaq istəmirəm. Çünki ola bilsin ki geyinsin. Çünki təzə yumuşam. Nəysə, bunu da qoyum bura. Və bunun da bu hissəsini bu formada eləyirəm. Bu da getdi. Kristina'nı da götürür. И все. Görək. Təmiz. Mən həmişə köynəklərin qolların altını eləyirəm ki, görüm təridirsə, yuyum da. Hər nəysə qızlar, getdik onları maşına atmağa.
Qızlar, uşaqların deyəndə Yağmurun pastelini çıxartdım. Zeynəbinki rənglidir deyə rənglilərlə yuyacağam və bu arada uşaqların səbətindən də ağ maykalar da tapdım, çıxartdım. İndi atıram, maşına yığıram. Burada pastellər, dəsmallar, maykalar, yəni ağ olan bir şeylər. Necəsə pasteldə rozluq var, xeyr. Mən bunu ağ paltarlarla yuyuram hamısını. Elə bil çox oldu, qoy görüm. Görüm çox oldu. Yox, yaxşıdır. Yəni yumağa rahatdır. Əlimin yeri var içəridə. Bu formada əlimi tutub içərisinə salıram və görürəm ki, yer var həqiqətən də, sıxma zamanı da rahat olsun. Və indi paraşokumu tökəcəm. Hissəsini açıram. Niyə qaranlıq düşür sifətim, mən bilmirəm. Hər neysə, yəqin gün oradan çox vurur deyə ola bilər. Əlimin səmtinə uyğun olmadığım üçün. Hərəsinə baxın, bu qədər. Çox vurmuram, çünki çox vurmağın heç bir xeyri yoxdur. Zaten bir xörək qaşığı da töksən, 5 xörək qaşığı da töksən, zaten eynidir. Mən bunları 40 dəqiqədə yuyuram. Qapısı yaxşı bağlanır. 40 dəqiqədə yuyuram. Ona görə ki, bir də 800 belə deyək, sıxmada. Çünki 40 ən tezidir və necə izah edeyim? Böyük xlopok bıstıra da var. Yəni o da 1 saat 15 dəqiqədir. Sadəcə olaraq mənim ağardıcı şeylərim tarıb deyə geri bazarlıq eləmək lazımdır o haqda. Yəni paltar yuyan üçün kalbondur, nə bilim, olsudur, pulsudur, bir çox şeyləri tutarmışam. Son damlalarını keçən səfər işlətdim ağartmağa. Bu görün persolum qalır. Baxın bir dənə. Persolum var imiş. Belə persolu bu formada düzəldib qoşmuşam belə qabda. Persol da bu. İndi sıxma zamanı gözləyirəm, su da yansın. Su da yanan zamanda bir buraya. Sıxma deyirəm, suyu çevirmə zamanı idi və çevirmə zamanı olanda su gəlir bura və başlayır paraşoklu, şampunlu hamısını çəkib aparır paltarların üzərinə tökməkdən ötürü. Mən də persolum elə bir tutarır. Sənnəmə persolum hələ var imiş. Amma yumuşadıcı falan belə şeylərim həqiqətən də kurtarıb. İndi bu yuyulsun, qoymuşam, baxın, yuyulur. Deməli qızlar, paltarları atdım maşına sizinlə bir yerdə və Yağmur sər-sər xoşlayır. Şor kalbasa, şor çəkirəm çörəyin üzərinə və kalbasa qoyuram. Elə xoşlayırlar. Zeynəb də, Yağmur da hər ikisi də elə xoşlayır. Və bu şeydə də gözlə göstərirəm. İmkan versə bu reklamlar mən sizə nəyisə göstərə bilərəm. Və həmin arada da təzə bir vlogumuz gəlir. Yəni bu vlogu sizin üçün hazırlayıram. İnşallah axşam saat 7-də görüşənə qədər. Sizi çox sevirəm. Və bu arada hələ də bizə abunə deyilsinizsə, abunə olub, like atıb, yorum yazsaz, çox sevindirərsiniz bacınızı, çox sevindirərsiniz xalanızı. Öpürəm sizi. Yağmış gəldi. Əslində çəkmirdim. Sonra dedi, çəkirə tez vurdum ki, o düşsün o da kadrlara.
uşağın kameraya qarşı ayır gəlsin. Nə şeydir mən bilmirəm. Gəlir. Gəldi normal. İstemiyorum. Niyə istəmirsən? Elə bir ki, izləyicilərlə belə oynayacaq. Cici. Mektebe gelir. Məktəbə gedir. Heç getmək istəmir. Mən dünən bunda ciyər qovurdum və tam qızarmış kebab tamı gəlsin deyə bu formada tava bu formaya gəldi. İndi mən bunu dərmanlayacağam. Öncədən dərmanlamamışdan qabaq qəşəng qazda qoyacağam. Çox qaynar olmalıdır. Ondan sonra dərmanı vurub sizinlə bir yerdə bunu ağardacağıq. Artıq tavamız isinir, görürsüz. Tərkibində yağ var deyə, yəni qovurma olub deyə indi bunu qəşəngcənə dərmanlayırıq. Baxın. İndi buradakı vəziyyətə telefon biraz yuxarıdan tutun. Görürsüz, sırası reaksiyaya girdi. Sırası girdi ya. İndi mən bunu bir qubqa vasitəsilə bu formada yayıram. Özüm tavaya baxıram deyə. Baxın, görün necə tüstü çıxır və maçalkadakı vəziyyətə. Görürsüz. Baxın bu formada. İndi bunu bir 5 dəqiqə, çox yox, 5 dəqiqə saxlayıram. Bax, indidən baxma, buranı çəkirəm. Görürsüz, baxın. Tüstüsü aləmi dağıtdı. Çünki istidi dərmanla da şey eləyirəm. Görürsüz, ağarır indidə. Bir dəfə bunu yüngülcə qab setkası ilə sürtəcəm və görürsüz, baxın. Ondan sonra qab setkasını sürtəndən sonra bir də biraz yüngül çəkib, bir də sürtüb yuyacam qab şampunu ilə. Əlli bilmirəm necə sürtəcəm. Qoyulur ki, mən bunu biraz sürtüm, gəlim. Baxın, ikinci dəfə eləmişəm, artıq birini sürtdüm, biri əlli eləyə bilmirəm, ikincisini sürtürəm. Çiçək kimi ağardı. Baxın, ikinci dəfə eləmişəm, artıq birini sürtdüm, biri əlli eləyə bilmirəm, ikincisini sürtürəm. Çiçək kimi ağardı. Və bu da tavanın son halı. Arxasına baxın, arxası da çox bərbad qara idi. Əvvəldən qara idi. Mən bunu dərmanla açdım. Və qızlar, belə bir qazanım var. Bunun cehizlik olan qazanımdır. Sadəcə olaraq nə qədər vaxtı işlətməyim, çünki o qədər qazanlarım var və qərara gəldim ki, bu qazanı işlədəm. Bunu soyam. Soyulan vəziyyətinə bax. Niyə bunlar mən çıxardanda axıra qədər tamamilə çıxmır? Bunu çıxardaq, qəşəng yuyum, təmizləyim. Bunun içində yemək pişirəcəm və bu arada belə güzgülü qazandır. Sadəcə olaraq sizdən bir şey soruşum. Bu qazanların içini nə ilə istifadə eləmək olar? Dəmir qaşıq vurmaq olarmı, yoxsa yox? Necə eləmək olar? Bilən varsa yazarda yorumlara, zəhmət olmasa. Bəli qızlar, qazın içinin dəmirlərini götürdüm və bilirsiniz ki, mən falqa taxıram və falqanın içinə, altına baxın. Şaka mı? Bu falqadan çox xoşum gəldi. Çox qalın falqadır deyə çox xoşum gəlir. Yəni qaza zərər vermir, yanğı vermir, qaynar heç nə tökülmür. Hamısını qəşəngcə qoruyur. Super. İndi bir dənə qəşəngcə bunu yüngülcə paraşoklayıb silib və falqa əlavə eləyəcəm. Və qızlar, nəhayət qazımı da təmizlədim, falqanı saldım və qazların dəmirlərini də yerinə yerləşdirdik. Bu arada Zeynəb də kömək elədi, ən sonda mənə gəldi. Buradan qıcımı, hayna qıcım? Qıcım. Tapmışam. Bunlar çıxardım hocam. Ne çıxardırdın? Kivi. Hə, dur. Dur, baş oradaydı. Yox, olmur. Bayağıdandan başlamaq istəyib, başlaya bilmirik. Belə adam olmur ama. Necə adam? Deyirsən elə baxma. Oyda İşıq niyə belədir? Video çəkməyə şəklimize baxanda. Hər nəysə. Deməli biz bu günləri dondurulmuş dondurma sınıyırıq.
Dondurma deyil. Dondurulmuş meyve suyu. Yox, meyvə deyil. Qurudulmuş dondurma. Dondurulmuş dondurma. Hə, yaxşı, dondurulub Dondurma da. deyil baxın, dondurulmuş meyve. Bəs nədir? Donur Ama da. dondurma, dondurulmamış sözüyle de dondurulmuş. Bunları belə qışqırtma eləyənlər var. Dondurma. Var. Özündən çıxdı. Nəysə, Belə qışqırtma açırıq. Açırıq. Qurudulmuş dondurma. Öz qiyməti 35 manat kilosu. Amma mən aldım 4 manat 38 qəpik. Şu an ön kamera ilə çəkirik deyə və açdıq. Deməli belə eləyirik. Burada 2 rəngdir. Və bu rəngləri ayrı-ayrı sınayacağıq. Çünki dadını bilməkdən ötürü. Sonra bir de karışıksın yani. Sonra da qarışıq sınayarıq. Birinci ala sarıları. Sarı. Yalnız biraz qabağa gəldi. Mən də bu sarı hissəsini sınayacağım. Bu arada bu belədir. Baxın. Bax, yaşıllı, Uy. sarılı. Bu nedir? Nə oldu? Xoşun gəlmədi? Getirin size. Bunu da anlamam. Sarı da anlamam. Ya? Üstelik. İğrençtir. İndi bir dənə. Qəşəngdir. Sen nasıl yedin? Sarı hissəsi. Ben de sarı yedim. Çok köşenli. Madənin indi xırçıltılar qulaq asaq. Yine baxın. Zənzi elək. Nasıl tadı hoşmayacağım ben. Ay saçım yine. Baxın. Bu mango oldu. Nerede bu? Nə meyvəsidir bu? Həqiqətən. Mangodu. Çox şirin, çox ləzzətli dadı var. Lezzetli değil. Şirin diye bu saçı hesap. İndi mən bunu Tanıdık da ne? çox tanıdıq da. Mangodu. İndi mən bunu yaşıl yerinə yoxlayıram. Birinci yaxşı tat gəlir, ondan sonra pis tat gəlir. Bunlar bu da başqa cür bir meyvədir. Baxın, yaşlı. Hı. İdrak edeyim ben. Aynen. Ne bak. Ben Yaşıl yaşıl dağda bir tadına bakın. Hı. Bu ne diye? Yaşıl yerindən bax. Bu nedir? Asma verim. Ay yaşıl pisdir. Elə bir ki şey içirsən, belə proteinli nəsə içirsən. Yağmurun reaksiyasına bax. Uy uy uy. Ben sarıdan hoşum. Oo, Yaşıldansa sarı qəşəngdir. deyəcəm. Bunlar nəsə yaşıl renkli, o Bir de yok diye. həqiqətən çox əminəm ki, bu iki meyvəni demişəm. Bir de mangolu. Mango da olacak. Bir mangodur. Bu nedir? Digəri bilmirəm. Yaşlı Yaşlı da bilmem. olabilir. Mürekkep koydular ama. Şey, Ama ama sən bakmışam. bir sən nə dadı gəlir bundan? Sən yaşıl bir dənə qarışım eləmişdin. Onun içində nələr var idi? Yaşıl qarışım. Yaşıl qarışımın içində alma idi. Nə kokteyl deyirsən? Yox, vitamin kimi. Heç bəyənməmişdi dadını. Hə, alma idi. Sonra bilmirəm. Yaşıl alma eləmişdim. Almalar idi də bir Sarı sözü. ile yaşılın karşılığı. Almalar necə olur? Bana onu da ondan hər şeyin dadı gəlir. Sarı ile yaşılın karşılığını yerim. Amma mən deyərdim ki, bu yaşıl, yəni biz qarışıq almışıq. Bir tərəfi yaşıl, bir tərəfi sarı. Bunun yaşıl yeri yaxşı deyil. Sarı yeri çox yaxşıdır. Ben Amma yaşıl da hoşum. meyvəni tuta bilmədik. Sən yaşıl Sarı. necə bəyəndin? Sarı hissəsi çox möhtəşəmdir, yəni sarılı olan. Yəni mən əvvəl banana oxşatdım. Amma banan deyil, mangodur. Ama sarı birinci. Yaşılın dadını tuta bilmədik. Yaşıl çox acıdır. Acı değil, yaxşı değil. Ama ondan sonra sarı daha yaxşı. Bəs Ha. mən sarını bəyənməmişdim. Sonra yaxşı tadı oldu. Amma bu biraz kivi dadına da oxşuyur. Acı kivi kimi. Bu bizə nəyin dadına oxşuyur? Yaşıl biz almışdıq. Karşılığını yerim. Yaşıl almış.
dadını bəyənmədik, yeyə bilmədik. Avokado. Ay sağ ol. Ağlıma gəldi aman avokado biz Baba. yedik xoşumuza gəlmədi. Ben avokado yememiştim. Ata yedi ben dedim çok pis. Avokadonu biz meyvə kimi yemişdik. Nəysə. Yaşıl Evet. batılaxa. Zeynəb yaşılı sevdi, biz sarını sevdik. Sarı da geçer. Ben sarı da seviyorum. Bayaqlar sarı xoşuna gəlməmiş. Sarı tatlı oldu. Hə. Nəysə, hələlik.